Zəngin keçmişə, ənənələrə, mənəvi mədəni dəyərlərə malik olan xalqımız keçməkeşli olduğu qədər də paylıq və şərəfli inkişaf tarixinə malikdir. Bu yolda hər bir yurd yerimiz kimi Naxçıvanın da özünün xüsusi payı var. Bu yurd Azərbaycanın siyasi, sosial, iqtisadi, elm və mədəni həyatında hər zaman əhəmiyyətli yer oynamışdır. Naxçıvan Azərbaycanın dövlətçilik tarixidir. Əcdadlarımız burada min illər boyu ardıcıl həyat sürmüş, öz dövlətçilik tarixlərinin əsasını qoymuşdular. Naxçıvan Azərbaycanın Atabəyli Eldəgizlər dövlətinin o əsrdə Azərbaycanın ən böyük dövlətinin paytaxtı olmuşdur. Atabəylər 100 ildən artıq hökm sürmüş və onun paytaxtı Azərbaycançılığı qoyub saxlamışdır. 19-18 əsrlərdə isə Naxçıvan xanlığı mövcud olmuşdur. Orta əsrlərdə şərqin iri elm, mədəniyyət, ticarət və sənətkarlıq mərkəzlərindən biri kimi sürət qazandı. Naxçıvan dünya sivilizasiyasına da dəyərli töhfələr vermişdir. Naxçıvan ərazisi antik və orta əsrlər dövrünə aid türk istəmələt nümunələri və tarixi abidələrlə qədim mədəniyyət nümunələri, yaşayış yerləri, şəhərlər, möhtəşəm qayalar, xatirə memarlığın ən mükəmməl nümunələri olan türbələr və təkrarlı təbiət abidələri ilə zəngindir. Bu günə dək qorunub saxlanılan arxeoloji abidələr, qədim karvansaralar, məscid və məbədlər, həmçinin mədəni irsimizin nümunələri olan, sırasına daxil olan Nuh Peyğəmbər, Qarabağlar türbələri, Əshab-ı Kəhf ziyarətgahı, Əlincə Çar xanəgahı da bu zamanda kimi gəlib çatmışdır. Ümumiyyətlə, Muxtar Respublika 1200-dən çox dünya, ölkə və yerli əhəmiyyətli tarixi abidə qeydiyyatına prospektlaşdırılmışdır. Naxçıvan böyük şəxsiyyətlərin Azərbaycanın ədəbi fəlsəfəsi fikrində və elmində öz xüsusi yeri olan mütəfəkkirlərin, filosofların və ustad qələm sahiblərinin vətənidir. Naxçıvan xalqımıza Hüseyn Cavid, Məhəmməd Səid Ordubadi, Cəlil Məmməd Qurzadə, Məhəmməd Araz, Yusif Məmmədəliyev kimi şəxsiyyətlər bəxş edib. Xüsusilə qeyd etməliyik ki, Naxçıvan Azərbaycan müasir inkişaf və dövlətçilik operasının müəllifi, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümumi milli lideri Heydər Əliyevin vətənidir. Heydər Əliyev siyasi fəaliyyətinin Naxçıvan dövrü müasir dövlətçilik tariximizin parlaq səhifəsidir. Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqda sərəncamda da buna diqqət çəkərək deyilir. Naxçıvan diyarı Azərbaycanın çox əsrlik zəngin keçmişə layiq yer tutmuş, ictimai, siyasi və elmi mədəni həyatında özünə məxsus rol oynamışdır. Naxçıvan şəhəri Azərbaycan Atabəylər Eldəgizlər dövlətinin paytaxtı olmuş, geniş şöhrət tapmışdır. Bu növrəsində Əcəmi Naxçıvan tərəfindən qoyulmuş memarlıq məktəblərinin yadigarları hələ indiyə qədər Naxçıvan böyük rəng qatmışdır. Naxçıvan əsrlər boyu yetirdiyi görkəmli şəxsiyyətləri ilə Azərbaycan dövlətçiliyinin mədəniyyəti və elmi tərəqqəsinə töhfələr vermişdir. Ekrəsi öz məhbərində ulu bir diyarla öyünür hər an. Dünyanın döyünən düz ürəyində özünə yer tutub durur Naxçıvan. Tanrıdan pay gələn sərvət varı var, tükənməz qoynunda gövhər izləri. Boyca kiçik olan müqəddəs torpaq bəxş edib cahana böyük Heydəri. O elə dühayla ən ağır anda zamanla üz-üzə durdu Naxçıvan. O ulu öndərin qayğılarıyla yeni günlərini qurdu Naxçıvan. Qəblər ofsunlayır torpağı daşı, şəfəqdə bələnir, doğulanda dan. Çox qədim olsa da qədimdə yaşı, gənclik libasını geyib Naxçıvan. Şərqin qapısıdır, nurun yurdudur, nəsillər yaşayır cəmi qayada. Məğrur əlincədir, qalib ordudur, sədərət sınmadı düşmənə yada. Mənim Naxçıvanım odlar yurdunun qeyrət qalasıdır, ər balasıdır, günəş qürüb çağıb büsbütün onun. Çöhrəsi şahbuzun dağ lalasıdır. Bol nemət yetirən varlı elləri, kəhraba üzümlü, heyvan narlıdır. Sevinç təşnəsidir gələn illəri, Ordubad bəhrəli, şərur barlıdır. Qoynunda çağlayan qızlar bulağı, sevin ürəklərə mərhəmət ələr. Sirab, badamlı tək, əvəzsiz varı, çoxdan dərdinin dərmanı bilər. Memar Əcəminin gənc nəvələri, tikirlər, qururlar, gözəlləşibdir. Müstəqillik günündən ta üzü bəri, gözəl məmləkətə bərabər birdir. Ay kimi nur saçar, ulduz tək yanar. Çək dənizidir, qoynunda hər yan. Onun hər kim görsə bəxtəvər sanan, bütün istəyinə çatıb Naxçıvan. Gəzdikdə görərsən bağlı düzləri, zəhmətlə nurlanan gülər üzləri.
Tanrı yaradandan ta üzübəri yeyilir ellərdə aşı şərrun. Yeraltı yerüstü varı tükənməz. Dağlardan qartalı qarı tükənməz. Çiçəyin üstündən arı tükənməz. Ətrindən tanınır balı şərrun. Min büsat qurulur hər bucağında. Güllər ətir saçır tər qucağında. Ömrünün gəncləşən səhər çağında qəblər ofsunlayır halı şər.